Bismillahirrahmanirrahim. Allah Rəsulunun əziz qızı xanım Fatimə Zəhra insanlıq üçün hər cəhətdən nümunəvi bir şəxsiyyətdir. Bugün istəyirəm xanım Zəhranın ictimai və siyasi cəhətinə çox xülasə şəkildə işarə eləyəm. Xanım Zəhra salamullah əleyha misilsiz evdar xanım olmağı ilə yanaşı tarixin nümunəvi şəxsiyyətlərindəndir ki, ictimai və siyasi cəhətdən də hər bir şəxs üçün örnək və nümunədir. İnsan surəsində Allah Mütəal xanım Zəhranı və onun ailəsini çox böyük əzəmətlə yad edir. Onlar özləri az olmaqlarına rəğmən öz yeməklərini miskinə, yetimə, əsirə əta eləməklə tarixin misilsiz şəxsiyyətlərinə çevrilmişlər. Özləri ac ikən öz yeməklərini daha ehtiyaclı insanlara əta eləmək tarixin Fatiməvi dərslərindəndir, xanım Fatiməyə məxsus olan dərslərindəndir. Həzrəti Fatimə Zəhranın digər bir nümunəvi cəhəti təmtəraqlı həyatdan uzaq olması idi. Həzrəti Fatimə Zəhra elə bir həyat sürmüşdü ki, onun həyatına biz nəzər edəndə orada biz səy, təlaş, zəhmətkeşlik, mənəvi yüksəliş və kamilliklə dolu bir həyatı müşahidə edirik. Xanım Fatimə Zəhra İmam Həsən kimi, İmam Hüseyn kimi, xanım Zeynəb kimi övladlar yetişdirməklə, Həzrəti Əli əleyhissalam kimi bir həyat yoldaşının qayğısına qalmaqla, o cümlədən atası Peyğəmbər sallavatullaha son dərəcə xidmət göstərməklə tarixin parlaq simalarından birinə çevrilmişdir. Bilirik ki, Həzrəti Fatimə Zəhranın dövründə fəthlər baş verdi, İslam coğrafiyası genişlənməyə başladı, qənimətlər ələ gəldi. Allah Rəsulunun qızı olmağına rəğmən o fəthlərdən, o qənimətlərdən özü üçün istifadə eləmədi. Özü üçün təmtəraqlı, cahcəlallı həyat qurmadı. Öz sadə həyatını ömrünün sonuna qədər sürdü. Bu da xanım Zəhranın nümunəvi xüsusiyyətlərindən biri idi. Həzrəti Fatimə Zəhranın digər bir cəhəti atası Allah Rəsulunun mübarizə apardığı zaman qarşılaşdığı çətinliklərdə ona təsəlli verməsi, daim onun yanında olması idi. Bilirik ki, Peyğəmbər sallallahu bir çox çətin mərhələlərdən keçmişdi. O cümlədən 3 illik sanksiya dövrü, Şib-i Əbi Talibdə qaldıqları dövr, həmən dərədə yaşadıqları dövrdə Allah Rəsulunun demək olar ən çətin zamanında Allah Rəsulunun qızı Fatimə Zəhra salamullah əleyha öz atasına sanki bir ana qayğısı göstərirdi. Bütün o çətinliklərə səbr edir və Peyğəmbər sallavatullahın qəm-kədər ortağı idi. Və həmçinin bilirik, İslamın ilkin dövrlərində Məkkənin müşrikləri və onların himayəsində olanlar Allah Rəsuluna olmazın töhmətləri yağdırırdılar və həmçinin heyvan içalatına qədər Peyğəmbərin üzərinə tökürdülər. Az yaşlı olmasına baxmayaraq, xanım Zəhra Allah Rəsulunu müdafiə eləyirdi və onun üzərinə tökülən bu ifrazatı, heyvan qalıqlarını Peyğəmbərin üzərindən təmizləyirdi və həmişə Peyğəmbər sallavatullaha təsəlli verirdi. Həzrəti Zəhra salamullah əleyhanın ictimai və siyasi cəhətini vərəqləyəndə digər mühüm bir hissə Əmir əl-Möminin yanında olmasıdır. Həzrəti Əli hamıya məlumdur ki, cihad meydanının aslanı idi. Elə bir döyüş olmamışdı ki, Fatimə Zəhra salamullah əleyha o böyük mücahidin, Allahın aslanının köməyində durmasın. O cümlədən Əmir əl-Möminin haqqı qəsb edildikdə Fatimə Zəhra meydana girərək Allahın yer üzərindəki höccətini, öz zəmanəsinin imamını müdafiə eləmiş və üzərinə düşən vəzifəni lazımi şəkildə icra edərək tarixin nümunəvi şəxsiyyətinə çevrilmişdir. Əlbəttə, Həzrəti Əmirin müdafiəsində xanım Zəhra salamullah əleyha şiddətli şəkildə meydana girir və var qüvvəsi ilə Allahın yer üzərindəki höccətini müdafiə eləmişdir. Əlbəttə, bu nöqtəyə diqqət eləmək lazımdır ki, Həzrəti Fatimə Zəhra evdar xanım olmağına yanaşı ictimai və siyasi məsələlərdə öz mövqeyini qoyarkən bütün İslami parametrlərə son dərəcə riayət eləmişdir. Bəli, Həzrəti Fatimə Zəhranın növbəti nümunəvi cəhəti vilayətin haqqının müdafiə eləməsidir.
Bilirik ki, Peyğəmbər sallavatullahdan sonra elə bir ağır və təsəvvürü belə çətin olan bir zaman gəlmişdi ki, hətta bəzi səhabələr, əksər insanlar bu dövrdə doğru düzgün mövqe seçməkdə tərəddüd edirdilər. Belə bir məqamda Allah Rəsulunun əziz qızı meydana girir və Allah Rəsulunun yadigarını, Allahın yer üzərindəki höccətini müdafiə eləməyə başlayır. Bu çox mühüm nöqtədir. Həzrəti Fatimə-i Zəhra məscidə gəlir, o heyrətamiz xütbəsini oxuyur və canında təəssübkeşliyi olmayan bir çox insanlar məhz Həzrəti Zəhranın bəyan elədiyi həqiqətləri dinləyərək hidayət yoluna qədəm qoyurlar. Xanım Fatimə-i Zəhra Fədəkiyyə xütbəsindən əlavə, o möhtəşəm xütbəsindən əlavə bəzi işləri də əncam edir ki, o işlərin vasitəsi ilə tarix boyu insanların hidayətinə səbəb olur. Əgər insanda təəssüb olmazsa, o zaman özünə sual verəcək. Niyə Peyğəmbər sallavatullahın vəfatından çox az müddət keçməyinə baxmayaraq, Allah Rəsulunun yeganə yadigarı Xanım Fatimə-i Zəhra gecəykən dəfn olunur? Niyə Xanım Fatimə-i Zəhranın dəfnində barmaq sayısı insanı iştirak eləyir? Niyə Peyğəmbər sallavatullahın yadigarının dəfnində xəlifələr iştirak eləmir? Niyə onlara xəbər verilmir? Niyə bu proseslər gizli şəkildə baş verir? Niyə Allah Rəsulunun qızı bütün bu işlərdə təkid eləyir? Allah Rəsulundan sonra əgər ən möhtərəm şəxslər xəlifələr idisə, niyə onlar Allah Rəsulunun yadigarının Fatimə-i Zəhranın dəfnində iştirakdan məhrum edilirlər? Bütün bunlar canında təəssüb olmayan hər bir şəxs üçün hidayət mehvəridir. Niyə Xanım Fatimə-i Zəhra təkid edir ki, qəbri də gizlin qalsın? Hətta dəfindən kifayətlənmir. Qəbrinin də gizlin qalmasını Həzrəti Əlidən istəyir. Bugün bu yolda təəssübü kənara qoyan hər bir şəxs özünə sual verir. Niyə Allah Rəsulunun qızı bu cür dəfn olunmalıdır? Xanım Zəhraya əziyyət edənlər çox yaxşı bilirdilər ki, Xanım Fatimə-i Zəhra Bağbostan davası eləmir. Fədək Xanım Zəhranın zülfüqarı idi. Xanım Fatimə-i Zəhra Fədəyin vasitəsi ilə döyüşürdü. Fədəy hədəf döyürdü. Düzdür ki, Fədəy iqtisadi bir gücdür. Xurma bağları həmin zamanın, həmin məkanın iqtisadi gücü deməkdir. Amma Fatimə-i Zəhranın hədəfi və məqsədi ilahi höccətin müdafiəsi idi. Qəsb olunmuş xilafətin qaytarılması idi və tarixə bu mesajın ötürülməsi idi. Yəni hədəf qəsb olunmuş ilahi mənsəb idi. Xanımın düşmənləri də Xanım Zəhranın haqq olmasından qorxaraq ona zülm elədilər. Ümumiyyətlə, tarix boyu düşmənlərin metodu bu olub. Haqdan qorxublar deyə zülm ediblər. Əfsuslar olsun ki, bugün ölkəmizdə 6 dənə inanclı xanım zülmə məruz qalaraq zindanlara məhkum ediliblər. Bu xanımlara edilən zülmlər onların haqq olmasının nişanəsidir. Çünki hər kəs haqqın müqabilində dayanarsa, batil olduğu aşkar olacaq. Məhz buna görə də zülm etməklə, haqqın səsini boğmaqla cinayətləri örtbasdır eləmək lazımdır. Amma bunu da unutmayaq ki, Qur'an-ı Kərimə əsasən batil bir köpüyə bənzəyir. Köpük üzdə çox görsənə bilər, amma aradan getməyə məhkumdur. Tarixdə hələ indiyənə qədər baqi qalan, aradan getməyən batil qalmayıb. Ona görə də o kəslər ki, köpüklərə əsasən hökm verirlər, onlara tövsiyəmiz budur ki, tələsməsinlər. Tarixin verəcəyi qərarı gözləsinlər. Əksinə, tarixi ibrətlərdən və Allahın Qur'an-ı Kərimdə söz açdığı tarixi hadisələrdən ibrət alsınlar. Allah Taala bizi daim ibrət alanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.